Salam aleyküm və bərəkatuhu. Sual verən soruşur ki, hansısa bir əməli ibadət qəsdi olmadan etsək, Allah üçün yox, sadəcə insanların rızası üçün. Bu riyadır, kiçik şirk sayıla bilər. Sual bir dənə, Hansısa bir əməli ibadət qəsdi olmadan etsək. Yox, yox. Yəni, əmələ niyyəti görədir. Qəsd niyyət deməkdir. Yəni, insan əməli əvvəlindən yəni, Allah üçün olmayıbsa, o ibadətsə, o yaxşı əməl sayılır. Ona görə, Kamal qardaş, kafirlərdəki yaxşılıqlar yaxşı əməl sayılır. Müsəlmanda yaxşılıqlar salih əməl sayılır. Onun üçün Allah deməyib heç vaxt kafirlər barədə ki, onlar salih əməl edirlər. Yaxşı iş görürlər. Amma möminlər barədə salih əməl. Salih əməldə təvhid və Peyğəmbərə tabiçilik var. Yaxşı əməldə, yəni yaxşı əməlin şəkli var. Onun mükafatı da ancaq dünyadadır. Axirətdə o şeylərə mükafat yoxdur. Ona görə, əgər qəsd olmayıbsa, yox. Amma qəsd olub əvvəl, sonra ara nəsə pozulub, girib araya şeytan, vəsvəsə, yenə təkmilləşdirmişsənsə, inşallah sayılır. Bəli.